Bəli, bu isə mənim bir günə qərar verib ev dəyişməyə qərar verən həyat yoldaşımdır. Bəli, düz eşitdiniz, biz köçürük. Bəs yaxşı, niyə öz evimizi qoyub başqa bir evə köçürük? Artıq evimizə yerləşmirdik. Xüsusilə Zeynəbin oyuncaqları və mənim əşyalarım artıq evin hər bir yerini zəbt eləmişdi. Ona görə dedi ki, bu evimiz satılana qədər müvəqqəti bir ünvana köçək və orada rahat qalaq. Bu arada araya salıb diş həkiminə də gəlmişəm. Bəli, 2 günə köçmə prosesində bu olmalı idi. Bu artıq bizim müvəqqəti yaşayacağımız evimizdir. Böyük bir ev tutmuşuq ki, bütün əşyalarımız yerləşsin. Ən birinci xanımın otağından başladıq, çünki onun otağı olmamışdı. Burada Fuadı görürsünüz, çox xoşbəxtdir. Burada isə mənəm, əşyaları yığırıq, yığdıqca bitmir, daşıdıqca bitmir. Çünki sonsuz sayıda çox əşya var idi və biz fikirləşirdik topladıqca ki, indiyə qədər 2 otaqlı evə bu qədər əşya necə sığıb. Burada da görürsünüz, Fuad yenidən biraz xoşbəxtdir. Daha sonra maşın gəldi, bütün əşyaları apardı. Yerdə qalan kiçik əşyaları isə özümüz yavaş-yavaş daşımağa qərar verdik. Çünki bunların hər birini ayırmalı idim. Bu isə artıq mənim yeni iş otağımda. Çəkilişlərimi burada edəcəm. Hər şey bir qırağa, bir dənə yataq otağına düşən günəş işığına baxın. Zeynəbin otağı artıq demək olar hazır idi. Çarpayı və şkafı qalmışdı. Onları artıq quraşdırmalı idilər. Bura isə gördüyünüz kimi mənim çəkiliş otağım. Artıq ustalar əşyaları gətirməyə başladılar. Ay yox, bu Fuaddır. Fuad da sağ olsun ustalara hər bir işdə köməklik elədi. Yükləri daşıdılar. Mebellər gəldi, burada quraşdırıldı. Bu yenidən mənim dağınıq olan iş otağım. Bütün əşyaları bura yığıblar. Bu isə yataq otağında artıq şkaflar, çarpayı hər biri yığıldı, hazırlandı. Burada mən artıq kiçik əziyyətsiz işləri görürəm. Ancaq 2 gündə həqiqətən çox çətin idi. Hələ yenidən də araya salıb futbola baxmağa getdim. Qarabağa baxmalı idim. Bu mütləq idi. Və artıq biz öz evimizdəyik. Hələ də tam yerləşməmişik. Çünki yerləşməyimiz üçün hələ 2-3 gün vaxt lazım olacaq. Çünki əşyalarımız çoxdur. Yenidən təmizlik işləri aparılmalıdır. Çılçıraqlar taxılmalıdır. Bu iş otağım, kaş ki bir belə çırpma ilə otağı dəyişə bilsəydim, ancaq ki olmur. Bunun üçün tam bir gün vaxtım gedəcək. Əsas odur, biz 2 otaqlı evdən tam olaraq 4 otaqlı evə rahatlıqla yerləşdik. Evimizi satırıq, satılması üçün də müvəqqəti burada qalacaq. Yüklər bitmir, ancaq dedi Zeynəbin otağını birinci bitirək. Ona sürpriz edək, çünki onun otağı ilk dəfə idi olurdu və hədsiz çox sevindi. Çünki bütün oyuncaqlarının hər birini biz gətirmişdik bura. Hər bir oyuncağını tanıyır deyə heç nəyə ata bilmədik, atmağa qıymadıq. Ona görə də nə var idisə hamısını ardıcıllıqla gətirib burada öz otağına yerləşdirdik. Sabah isə öz çəkiliş iş otağımı yerləşdirəcəm. Bölüm 2-də görüşmək üzrə.